Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün 19 aprel 2026-cı ildə Güvən Nəşriyyatının keçirdiyi kurslara qəbul imtahanında 10-cu sinif 3-cü və 4-cü qruplar üçün olan riyaziyyat suallarının izahına baxacaq. İlk öncə kanalımızı bəyənib abunə olmağı unutmayın. Keçək 21-ci sualın izahına. Və 21-ci sualda bizə deyir ki, 2/5 nisbətində olan 2 natural ədədin əbovu 12 olarsa əkobunu tapın. Demək, A ədədimiz 2K-dır, B ədədimiz isə 5K-dır. Bunların əbov 2K ilə 5K bərabərdir 12-yə. Hər ikisində K ortaq olduğuna görə K-nı ortaq vuruq kimi çıxarsaq, yerdə qalır əbov 2 və 5 bərabərdir 12-yə. 2 ilə 5 qarşılıqlı sadə olduğuna görə əbovu 1 edir. Onda K-mız olur 12. Demək, onda həmin ədədlərimiz, yəni A-mız olur 24, B-miz də olur 60. Bizdən əkobu soruşur. Onda əkob 24, 60. Bu da bərabərdir. Hər ikisində ortaq olaraq 12-ni çıxarsaq, yerdə qalır əkob 2 və 5. 2 ilə 5-in qarşılıqlı sadə olduğuna görə əkobu 10 edir. Onda 12 vurulsun 10, bu da bərabərdir 120 olmuş olur. Cavabımız olur Y variantı. Növbəti sualımız 22-ci sual. Deyir, A bərabərdir 1, 2, 3, 4, 5 elementlərimiz. B-nin elementləri 3, 4, 6 və C-nin elementləri 1, 3, 5 çoxluqları üçün A fərq B ilə C-nin kəsişməsi. İlk öncə biz B ilə C-nin kəsişməsini tapsaq, B kəsişir C bərabərdir. B-də də C-də də hər ikisində ortaq olan elementimiz 3-dür. Demək, onda kəsişməmiz oldu 3 elementi. Bizə də deyir ki, A fərq B ilə C-nin kəsişməsi deyirsə, onda A-da olub B ilə C-nin kəsişməsində olmayan element. Yəni, burada da 3-ün biz üstündən xətt çəksək, yerdə yalnız A-da qalan elementlərimiz olmuş olur 1, 2, 4 və 5. Yəni, burada da 4 dənə element olmuş olur. Cavabımız olur A variantı. Keçdik növbəti sual 23-cü sual. 7-də 4 ilə 3-dəki kəsirləri arasında yerləşən və məxrəci 21 olan adi kəsirin surətini tapın. Onda 7-də 4 və 3-dəki ilə orta mərcə gətirsək, onda 7-də 4-ü 3-ə, 3-dəkini isə 7-yə vursaq, bu olur 21-də 12, bu da olur 21-də 14. Bunların arasında da yerləşir 21-də 13. Yəni, bizim cavabımız olur 13. 24-cü sual. 3 bölünsün 5 nisbətində olan 2 ədədin kiçiyini 9 vaid azaltdıqda. Onda 3 5 nisbətindədirsə, A-mız olur 3K, B-mizə də 5K desək, onda kiçik ədədimiz 3K olduğuna görə 3K-nı deyir 9 vaid azaltsaq, bərabər olar deyir böyük ədədin yarısına, yəni 5K-nın yarısına. O da olur 2,5K. Buradan da 9-u sağa, 2,5-i sola keçirsək, 3K çıxılsın 2,5K bərabərdir 9-a, 0,5K bərabərdir 9-a, K da bərabərdir 18 olmuş olur. K-mız oldu 18. Bu ədədlərin böyüyünü tapın deyir. O da 5K olduğuna görə 5 vurulsun 18, bu da olar 90. Yəni, ədədimiz oldu 90 Y variantı. Növbəti sualımız 25-ci sual. A paraleldir B olarsa şəkil əsasından alfanı tapın. Burada A ilə B paraleldirsə, onda 5 alfa ilə 8 alfa çıx 63 çarpaz bucaqlar olmuş olur. Çarpaz bucaqlar da bir-birinə bərabər olduğuna görə 5 alfa bərabərdir 8 alfa çıxılsın 63-ə. Buradan da -3 alfa bərabərdir -63-ə, alfa da bərabərdir 21 olmuş olur. Yəni, cavabımız oldu B variantı. Növbəti sualımız 26-cı sual. A və B qarşılıqlı tərs ədədlər olarsa,
Qarşılıqlı tərs ədədlərdirsə, onda şahidlər, onların hasili bizə verir 1-i. Yəni A vur B-miz 1-ə bərabərdir. İndi gəldik. Bizdən soruşur ki, A üssü 4 B kubu üstə gəlsin A kubu B kvadratı ifadəsini sadələşdirin. Onda buradan hər ikisindən ortaq kimi A kubu B kvadratını çıxarsaq, yerdə qalır AB üstə gəlinsin 1. Bu da bərabərdir. Dedik ki, AB-miz 1 olduğuna görə, onda bunu da A vurulsun AB-nin kvadratı şəklində yazsaq, AB üstə gəl 1 bərabərdir. A vurulsun, AB-miz 1'dir, vurulsun, bu 1, üstünə 1 o da edir 2. Onda cavabımız olur 2A, yəni A variantı. Növbəti sualımız 27-ci sual. Xarici bucaqlarından biri 108 dərəcə olan düzbucaqlı üçbucağın kiçik daxili bucağını tapın. Demək, xarici bucağımız düzbucaqlı üçbucağı çəksək, deyək ki, buradakı xarici bucağımız 108 dərəcədir. Onda bunun qonşusu olur 72 dərəcə, 72, 90, sonda o birisi kiçik bucağımız olur 18 dərəcə. Yəni cavabımız olur A variantı. Növbəti sual 28-ci sual. 28-ci sualda bizə deyir ki, x plus 1-in kvadratı çıxılsın y plus k-nın kvadratı, çoxalsın vuruqlarından biri x minus y minus 3 hədlisi olarsa digərini tapın. Onda biz verilən ifadəni a kvadrat b kvadrat üstündən istifadə vuruqlara ayırsaq, x plus 1 çıxılsın y çıxılsın bir dəfə k, bir dəfə də x plus 1 üstəgəl y üstəgəl k şəklində vuruqlarına ayrılır. Bu deyir bərabərdir. Vuruqlarından biri x minus y minus 3'dür. Yəni x minus y minus 3 vurulsun A vuruğumuz. Burada fikir versək şahidlər, x minus y var və burada 1 minus k. Burada da x minus y'miz var. Demək 1 minus k'nın yerində bizə dayanıb mənfi 3. Onda 1 minus k'mız bərabərdir mənfi 3 götürsək, k'mız da bərabərdir 4 almış olur. K'mız 4'dürsə, onda gətirib burada yerinə yazsaq, ikinci vuruğumuz, yəni A vuruğumuz olmuş olur. X plus y plus 5 şəklində. Yəni cavabımız x plus y plus 5 B variantı olmuş olur. Növbəti sual 29-cu sual. Radiusa bərabər olan vətərin çevrədən ayırdığı böyük qövs neçə dərəcədir? Əvvəlcə çevrəmizi çəkək. Demək, şahidlər, burada çevrəmizi çəkdikdən sonra bizə deyir ki, vətərimiz radiusa bərabərdir. Yəni buna bir AB desək və çevrənin mərkəzini burada götürsək, bu AB vətərimiz radiusa bərabərdir. Onda mən bu O nöqtəsindən B-ni və A-nı birləşdirsəm, bunlar da bilir ki, radiusa bərabərdir və onda buradakı hər bir bucağımız 60 dərəcə olmuş olur və onda mərkəzi bucaq 60 isə, onda AB qövsümüz də 60 dərəcə olmuş olur. Və bizdən soruşur ki, böyük qövsümüz neçə dərəcədir? Çevrə 360 olduğuna görə, onda böyük qövsümüzə qalır 300 dərəcə, yəni C variantı. Növbəti sual 30-cu sual. 4-cü dərəcədən kök altında 64 vurulsun, kök altında 3'də 8 vurulsun, kök altında 3-cü dərəcədən 216. Demək, şahidlər, bu ifadəni biz bu şəkildə yazsaq, 4-cü dərəcədən 64 vurulsun, kök altında 3'də 8 vurulsun. 216 6'nın kubu olduğuna görə buradan çıxır 6. 6 ilə də 3 ixtisar getsə burada 2 bərabərdir 4-cü dərəcədən. 2-ni 8'ə vuranda 16, ondan da kök çıxır 4. Bu da bərabərdir. Kök altında 4-cü dərəcədən 64 4'ün kubudur, vurulsun 4. Bu da bərabərdir. Kök altında 4-cü dərəcədən 4 üstü 4. 4-cü dərəcədən kök gedər, yerdə qalar 4. Yəni cavabımız A variantı. Növbəti sualımız 31-ci sual. K'nın hansı qiymətində kx kvadrat üstəgəl 4x üstəgəl 2 bərabər 0 kvadrat əlinin kökləri cəmi 2'yə bərabər olar. Onda hər tərəfini ifadəmizin k'ya bölsək, x kvadratı üstə gəlinsin 4 böl k x üstəgəl 2 bölünsün k
bərabərdir 0 almış olur. Və Viet teoreminə görə biz bilirik ki, kökləri cəmi x1 üstəgəl x2 bərabərdir -4 bölünsün k-ya. Və bizə də bunun kökləri cəmin 2-yə bərabər olduğunu deyir. Buradan çarpaz vursaq 2k bərabərdir -4-ə, k da bərabərdir -2 alınmış olur. Yəni cavabımız Y variantı olmuş olur. Keçdik növbəti sual, 32-ci sual. Deyir x plus 2y plus 3-ün mötərizə kvadratı üstəgəl x minus 2y minus 7-nin mötərizə kvadratı bərabərdir 0 tənliyindən x-i tapın. Şahidlər, biz həmişə demişik ki, cüt dərəcədən kvadratları cəmidirsə, modullar cəmidirsə, bunlar 0-a bərabərsə, demək ki, onda həmin ifadələrin hər ikisi 0 deməkdir. Çünki müsbət ədədin cəmi 0 etmir. Ona görə yalnız bunlar 0-a bərabər olanda ödəyir. X plus 2y plus 3 bərabərdir 0-a. X minus 2y minus 7 bərabərdir 0 götürüb təyinlərimizi həll edəcək. Və burada x plus 2y bərabərdir -3 alınır. X minus 2y də bərabərdir 7 alınmış olur. Və buradan tərəf-tərəfə toplasaq, 2x bərabərdir 4-ə, x də bərabərdir 2 alınmış olur. Demək ki, x-miz 2-dir, yəni B variantı. Keçdik növbəti sual, 33-cü sual. ABCD rombunda deyir, ABD 62 dərəcə olarsa, şəkilə əsasən BAD bucağını tapın. Yəni, buradakı bucağı soruşur bizdən. Demək, rombdursa, romb bilir ki, tərəfləri bərabərdir. Onda ABD üçbucağında AB AD-yə bərabər olduğuna görə, onda D bucağımızda 62 dərəcə olur. Onda alfa üstəgəl 62 üstəgəl 62 bərabərdir 180 dərəcə. Buradan alfa bərabərdir 180 çıxılsın 124 dərəcə. O da bərabərdir 56 dərəcə olmuş olur. Cavabımız A variantı. Növbəti sual, 34-cü sual. Diagonalları sayı tərəflərin sayından 18 vahid çox olan qabarıq çoxbucağın tərəfləri sayını tapın. Demək, çoxbucağın diagonalların sayı düsturu n vurulsun n-3 bölünsün 2-dir. Bu deyir, bərabərdir deyir. Tərəflərin sayından 18 vahid çoxdur. Yəni, n üstə gəlinsin 18-ə. Bunu çarpaz vursaq, n vurulsun n-3 bərabərdir 2n plus 36-ya. Mötərizədən vurub açsaq, n kvadratı çıx 3n. Bunları da sol tərəfə keçirsək, çıx 2n çıx 36 bərabərdir 0-a. Və buradan alırıq ki, n kvadratı çıx 5n çıx 36 bərabərdir 0-a. Vuruqlarını ayırsaq, n çıxılsın 9, n üstə gəlinsin 4 şəklində vuruqlarını ayırmış olur. Və buradan da n bərabərdir 9-a, n bərabərdir -4. N-miz 9, yəni müsbət olmalıdır tərəfimiz. Demək ki, cavabımız Y variantı. Növbəti sual, 35-ci sual. 35-ci sualda 3x minus 7 kiçikdir x plus 5 bərabərsin həlli olan natural ədədlərin sayını soruşur bizdən. Demək, onda x-ları bir tərəfə atsaq olacaq 2x kiçikdir, -7 də sağ tərəfə keçsə olacaq 12. X da kiçikdir 6-dan. Natural dediyinə görə burada ödəyənlər 1-dir, 2-dir, 3-dür, 4-dür və 5-dir. Yəni 5 dənə ədədimiz olmuş olur. Keçdik növbəti sual, 36-cı suala. 36-cı sualda bizə deyir ki, bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyü 6 cm olarsa sahəsini tapın. Şahidlər, düzbucaqlı üçbucaq bərabəryanlıdırsa, hipotenuza çəkilmiş hündürlük hipotenuzun yarısına bərabərdir. Onda demək ki, bizim onda sahəmiz 2də 1 S vurulsun H üstünə görə elə H-ın kvadratı alınmış olur. Yəni, olur 6-nın kvadratı 36. Yəni, cavabımız C variantı. Növbəti sual, 37-ci sual. İlk 9 həddinin cəmi 45 olan ədədi silsilənin 5-ci həddini tapın. Demək, SN düsturumuz bilirik ki, ədədi silsilədə
2A1 üstə gəlinsin n minus 1 vurulsun d bölünsün 2 vurulsun n düsturudur. İndi ilk 9 həddinin cəmi dediyinə görə olacaq onda S9 bərabərdir 2A1 üstə gəlinsin 8D böl 2 vurulsun 9. Bu deyir 45'ə bərabərdir. 9 ilə 45'i x çarparsa buradan qalar 5. Və bunun da hər birini 2'yə bölsək qalır A1 üstə gəlsin 4D bərabərdir 5'ə. A1 üstə gəl 4D bizə də elə A5'i verir. Demək ki A5'imiz elə özü 5 imiş. Cavabımız olur C variantı. Növbəti sual 38-ci sual. Deyir fx bərabərdir x kvadrat çıx 6x üstə gəl 5 funksiyasının qrafika hansı rüblərdə yerləşir? Demək bu fx bərabərdir. Bunu biz x minus 3'ün mötərizə kvadratı çıx 4 şəklində yazsaq. Buradan görür ki x sıfırımız 3'dür, y sıfırımız mənfi 4'dür. Onda biz bu funksiyanın qrafikini qursaq. Demək 3 nöqtəmiz və mənfi 4 nöqtəmiz. Parabolun təpə nöqtəsi buradadır. Və y-i 5 nöqtəsində kəsərək, qollar da üzü yuxarı olaraq belə bir qrafik olacaq. Bu da keçir 1-ci rüb, 2-ci rüb və 4-cü rüblərdə olmuş olur. 1, 2, 4, yəni D variantı. Keçdik növbəti sual 39-cu sual. Üçbucaq ABC'də DY paraleldir AC şərti verib bizə. AD'miz 3'dür, DB'miz 6'dır və AC 15 olarsa deyir DY'ni tapın. Şaşlar DY AC'yə paraleldirsə, onda Y bucağına biz alfa desək, C bucağı da alfa olmuş olur. B bucağına da bir dənə gamma deyə bilərik. Onda üçbucaq DBY oxşardır üçbucaq ABC'yə. Onda DBY üçbucağında alfanın qarşısında 6 dayanıb, böyük ABC üçbucağında alfanın qarşısında isə 9 dayanır. Yəni bu hissə. Bərabərdir. Gammanın qarşısında kiçikdə x dayanıb, böyükdə isə 15 dayanıb. Buradan bunları 3'ə x çarparsaq, burada 2, burada 3. Çarpaz vursaq 3x bərabərdir 30'a, x isə bərabərdir 10 alınmış olur. Yəni cavabımız 10'dur, yəni C variantı. Növbəti sual 40-cı sual və sonuncu sualımızdır. Trigonometrik funksiyalara aid olan bir sualdır. Qiymət cədvəlidir. Qiymət cədvəlini bilmək lazımdır burada. Biz bilirik ki, kotangens 45'də 1 alır. Kosinus 30 dərəcədə kök 3 bölünsün 2 alır. Tangens 60 dərəcədə kök altında 3 alır. Sinus 60 dərəcədə isə kök altda 3 bölünsün 2 almış olur. Bu da bərabərdir. Bura baxsaq, hər ikisi eynidir və qarşıları mənfi olduğuna görə olacaq. 1 üstə gəlinsin kök 3, çıxılsın 2 kök 3 bölünsün 2. Buradan 2'lər gedər. 1 üstə gəl kök 3, çıxılsın kök 3 alınmış olur. Kök 3'lər də getsə cavabımız olacaq 1. Yəni cavab Y variantı. Diqqətinizə görə təşəkkür edirəm şagirdlər. Kanalımıza abunə olub bəyənməyi unutmayın.